Saatsazlıq sənəti əsrlər boyu dəqiqliyin, sənətkarlığın və zərifliyin simvolu olmuşdu. İlk mexaniki saatlar 13-cü əsrdə Avropada icad edilsə də, bu sənət daha sonra bütün dünyaya yayıldı. Azərbaycanda saatsazlıq ənənəsi 19-cu 20-ci əsrlərdə xüsusilə inkişaf etmişdi. Bu sənət təkcə zamanı ölçmək üçün vasitə deyil, həm də zəngin mədəniyyətin göstəricisi idi. Müasir dövrdə saatsazlıq ənənələri hələ də yaşadılmaqdadır və həmin sənətin sənətkarı Hacı Fətəliyevlə görüşərək saatsazlıq peşəsi ilə daha yaxından tanış olduq. Hər bir insanda uşaqlıqdan bir məqsəd, bir sevgi olur sənətə, hansısa bir sənətə. Mən də uşaqlıqdan saatsazlıq peşəsini sevmişəm. Uşaq vaxtı 14-15 yaşım oldu. Mən artıq saat sökürdüm evdə, maraqlanırdım. Necə sökülür, necə yığılır, necə işləyir. Qonşuluğumuzda orada yaxında yahudi ustaları saat düzəldirdilər. Gəlib pəncərədən onlara baxırdım. Hərdən məni oradan uzaqlaşdırırdılar ki, baxma yenə. Qalırdım gecələr, gəlib alətləri düzürdüm, baxırdım ki, mən də usta olacam. Bilirsiniz, bu hər bir kim olursan o, yəni sənətkarsansa, sənətə meylin, həvəsin, sevgin varsa, deməli sən əsl mütəxəssis saatsaz olasan. Bəs artıq neçə ildir bu sahədəsiz və bu sahənin ən çətin tərəfləri hansılardır? Bilirsiniz, mütəxəssis üçün, sənətkar üçün çətin tərəf olmur. Bunu mən deyirəm. Artıq 56 ildir bu sənətdəyim. Və Allahdan arzu edirəm ki, Allah biraz ömür versin. Elə saatlar var ki, hələ mən onları işləməmişəm üzərində, amma istəyərdim ki, işləyim. Yəni, mənə rast gəlsin, mən o saatlarda düzəldim. Mən Respublikada düzəlməyən saatlara baxıram. İlk dəfə mən o saatın reklamını vuranda küçədən keçən insanlar baxıb gülürdülər ki, düzəlməyən saatların təmiri nədir, o nə demək? İndi artıq məni bütün Azərbaycan tanıyır və mən bununla qürur duyuram, fəxr edirəm. Elektron saatların inkişafı sizin işinizə təsir edirmi? Xeyr. Əksinə, bu elə hər şeyin bir vaxtı var da. İndi dəbdədir, birazdan dəbdən düşəcək. Smart saatı əksəriyyəti cavan nəsillərdir onu taxanlar. Yaşlı nəsillər mexanikaya üst tuturlar. Onları sevirlər, onları təmirə gətirirlər. Bəs özünüz elektron saat təmir edirsinizmi? Amma inandırım sizi ki, indi o qədər işim çoxdur ki, yəni çatdıra bilmirəm, ancaq vaxt gəldiniz, gördünüz əlimdə sökülü mexanik saatı, mən təmiz sökməsəm, mən ondan ləzzət ala bilmərəm. Mən elə bilərəm ki, mən heç o saatı düzəltmədim. İndi çatdıra bilmirəm, ona görə elektron saatları çox da təmirə qəbul etmirəm. Bəs gənclərə bu sənətdə ən böyük tövsiyələriniz nədir? Gənclərə əgər marağı varsa, həvəsi varsa, istəyərdim ki, onlar mənim bu sənətimi davam eləsinlər. Hətta birinci, hər bir insanda sənətə sevgi olmalıdır. İkinci, sənətdə işləmək üçün səbr olmalıdır. Üçüncü, sənəti, saatsaz peşəsini yəni qavramaq üçün, onu sevib işləmək üçün insanda oturmağa səbir olmalıdır ki, bu 5 saat, 8 saat bir yerdə otura bilsin. Onda bunun bütün işləri, nailiyyətləri çox uğurlu olacaq. Mən belə izah edərdim. Əlbəttə ki, Hacı bəy həm də gənclərimizə bu sənəti öyrədir və ən böyük arzusu da məhz gənclərimizin saatsazlıq sənətinin davam etdirməsidir.